Neçə gün keçib əməliyyatımızda? 10 gün. 10 gün keçib. Əməliyyatın yeri belədir. Hər hansı bir göyərimə, qızarma, şişkinlik görmürük. Biz buralara qoyduq da implant deyil. Bir ora, bir də bu tərəfə. Bir sağ, bir sol. İndi yaranın yerini göstərəcəyik. Bəs necə oldu? Şişkinliyindən tutmuş, ağrılarına qədər hər bir şeyimi danışaq. Ağrı olmadı, amma 1-2 gün şiş oldu bu tərəfdə. Adam arasında çıxan səviyyədə idi şişə. Yo, normal, elə çox böyük şiş deyil. Sağ tərəfdə olmadı, sol tərəfdə Sol oldu. tərəfdə. Sol tərəfdən biz böyük kista çıxartmışdıq buradan, böyük fındıqdan böyük bir 13-14 mm diametrində kista var idi, irin iltihab filan. İrin iltihablı yerlərə də biz sümük tozunu köçürməyimiz çox böyük risk daşıyan şeylərdəndir. Çünki sümüyün içinə düşmüş o irin iltihab sağalmaya bilir, daha da artıb çoxala bilir. Şükür ki, biz yaxşı nəticə ala bilmişik. Yaraların yeri sağalıb eləyib. Qorxurdunuz bura siz ilk gələndə, yadında mı? Çox qorxurdunuz. Əməliyyat necə olacaq, nə edəcək, nətər təəssüratlar? Heç bir qorxuya ehtiyac olmadı. Əməliyyat super keçdi. İnşallah yavaş-yavaş sağalacaq. Hə, sağalacaq, qoyduğumuz sümüklər də bərkləşsin, eləsin, yavaş-yavaş nəticələrə baxacaq. Yuxarıda qoyduq biz implant. Yuxarıda bir ədəd yuxarı qoymuşuq. Doktor söküb oranı, bir baxaq, bir yaxından gəlib bir baxaq. Bu sümük köçürdüyümüz yer, implant qoyduğumuz yerlər, biz çətin bir əməliyyat getdik burada. Bu həmin bir hissədir. Yerlər sağalıb, yüngül bir şişkinliklər qalıb, 10 gün keçib üstündən. Bu normal bir vəziyyət sayılır. Bu tərəfə bir baxaq indi. Bu tərəfdə də vəziyyət bu. Sağalır, eləyir, normaldır. Tikişləri təzə söktü. Bu da yuxarı hissədir. Buradan da tikişlər təzə sökülür. Yəni, belə normal bir vəziyyətdə işlər davam edir. Tikişlər sökəndə ağrı oldu. Heç bir ağrı olmadı. Tikişlərdə də ağrı olmayıb. Xeyr, xeyr. Hə, heç nə, keçmiş olsun.